qonaqlar, hər birinizi salamlayıram və çox maraqlı fikirlər, çox maraqlı yanaşmalar sərgilənir bizim konferansda və mənə elə gəlir ki, konferans baş tutub və çox uğurludur. Mənim söyləyəcəyim fikirlər məhz Vətən müharibəsindən sonra lokal xarakterli antiterror əməliyyatından bəhs edir və məhz ölkəmizin bütün ərazisində suverenliyin təmin edilməsi ölkəmizin qarşısında yeni hədəfləri, yeni prioritetləri formalaşdırıb. Mən İngiliscə yazmışdım, amma İngiliscə yazdığım bildiri toplu şəklində dərc olunmuşdur. Ona görə də öz doğma dilimizdə çıxış eləmək istəyirəm. Ümumiyyətlə, Vətən savaşı çox qısa müddətdə, 44 gün ərzində baş tutdu və ölkəmizin tarixi qələbəsini formalaşdırdı və çox şadıq ki, artıq qələbəmizin 5-ci ilinin, zəfərimizin 5-ci ilinin dönümü ilə bağlı bizim azadlıq meydanımızda bir neçə gün sonra zəfər paradı keçiriləcək və bu da çox sevindirici bir haldır. Eləcə də ölkəmizin bütün ərazisində suverenliyin təmin olunması və konstitusiya quruluşunun bərqərar edilməsi cəmi 23 saat ərzində çox uğurlu hərbi əməliyyat nəticəsində baş tutmuşdur və biz hərbi əməliyyatın da detallarına baxsaq deyə bilərik ki, bir neçə cəbhədən, bir neçə istiqamətdən düşməni qəfil yaxalamaqla və Azərbaycan ordusunun qarşısında belə bir hədəf var idi ki, Suqanın gündüz saatlarında bu hərbi əməliyyat həyata keçirildi və əsas strateji yollar nəzarətə götürüldü. Xankəndi, Xocavənd, Şimal istiqaməti Sulovuşan, Bəng, Sırxavənd, Təzəkənd və digər bütün yollar nəzarətə götürüldükdən sonra bu əməliyyat çox uğurla inkişaf elədi və nəticədə düşmən bayraq qaldırdı. Düşmənin bütün legitim hərbi hədəfləri məhv edildi və çox böyük hərbi əməliyyatla yanaşı informasiya müstəvisində də həqiqətlər, reallıqlar dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bu Vətən savaşında da belə idi. Bizim polkovnik burada əyləşib və bilir ki, hərbi əməliyyatların gedişi zamanı biz məhz hərbi ataşələrlə çox böyük iş həyata keçirdik. Hər gün demək olar ki, cəbhədə baş verən hadisələrlə bağlı məlumat mübadiləsi həyata keçirilirdi və bildirilirdi ki, biz 1949-cu ildə qəbul olunmuş Cenevra Konvensiyasının tələblərinə riayət edirik və yalnız hərbi hədəflər məhv edilir, hədəf alınır, mülki infrastruktura ziyan dəymir. Bu, Azərbaycan ordusunun bir tərəfdən humanizmini nümayiş etdirir, digər tərəfdən Azərbaycanın nə qədər beynəlxalq hüquqa və Cenevra Konvensiyasının əlavə protokollarına riayət etməsini də nümayiş etdirir. Və beləliklə, Azərbaycan ordusunun keçdiyi zəfər yolu bugünkü müharibələrlə biz müqayisə edəndə və ümumiyyətlə dünyada da gəlmiş-keçmiş bütün müharibələrlə müqayisə etdikdə kifayət qədər peşəkarcasına, ustalıqca həyata keçirilmiş hərbi əməliyyat olduğunu qeyd edə bilərik. Digər tərəfdən, məsələ lokal xarakterli antiterror əməliyyatı həyata keçirildikdən sonra tarixi Yevlax görüşü baş tutdu və bu Yevlax görüşü simbolik xarakter daşıyır. Çünki 1-ci Qarabağ Savaşında separatçılar və onun arxasında duran ermənilər, erməni dövləti, erməni diasporası, erməni kilsəsi çalışırdılar ki, Yevlaxa qədər yürüşlərini həyata keçirsinlər və Yevlax bir sınır nöqtəsi olsun. Azərbaycanlılar Kür çayına atılsın və məhz Yevlaxdan yeni bir Güney Qafqazda cizgilər, geosiyasi cizgilər çəkməyə çalışılır və elə separatizmin elə son nəfəsi elə Yevlaxda baş tutdu və bu görüşdə artıq separatçı qurumun buraxılması ilə bağlı tarixi görüş keçirildi və sonradan artıq bu xuntanın, bu Azərbaycanın uzun illər ərzində konstitusiyasına, suverenliyinə, egemenliyinə, müstəqilliyinə təhdid yaradan bu yuva ləğv edildi, ardınca isə könüllü olaraq Qarabağ bölgəsində olan ermənilər bölgəni tərk elədi. Bunun ardınca artıq 2020-ci ilin noyabr ayından bölgəyə yerləşmiş Rus barış qüvvələri, sülhməramlarla
bölgəni tərk elədi. Lakin Azərbaycan məhz bu aralıqda reinteqrasiya planını təklif etmişdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edə bilər, Azərbaycanın digər vətəndaşlarına verilən hüquq imtiyazlardan istifadə edə bilər. Onlar bunu seçmədilər, bunu qəbul etmədilər və könüllü olaraq bölgəni tərk etdilər. Zaten onlar erməni pasaportu ilə yaşayırdılar və Ermənistan ərazisinə getməyə üstün tutdular. Və bugünkü gün artıq Xankəndinin azad olunması və ətraf bölgələrin Azərbaycanın suverenliyinə qatılması ölkəmizin qarşısında yeni prioritetlər formalaşdırmışdır və Xankəndidə hərbi paradın baş tutması, Qarabağ Futbol Klubunun futbol maçının keçirilməsi, Azərbaycan Kubokunun və digər Xankəndə olan hər bir tədbir ölkəmizin legitim siyasi mühitini daha da gücləndirir. Hətta İqtisadi Əməkdaşlıq Təşkilatının samiti orada oldu. Füzuli hava limanında təyyarələrdən ibarət bir tıxac formalaşdırılmışdı. Ayrı-ayrı dövlət başçıları Xankəndiyə təşrif buyurmuşdu və bugünkü gündə biz alın açıqlığı ilə qürurla bu suverenliyimizin artıq zəfərimizin 5 illiyinin suverenliyimizin də qeyd olunmasını qürurla xatırlayırıq. Eləcə də artıq Azərbaycanın xarici siyasətində də böyük dəyişikliklər vardır. Azərbaycan nəinki regional miqyasda, artıq qlobal miqyasda geosiyasi anlamda mühüm geosiyasi aktordur. Yaxın Şərqdə artıq Suriyanın Bəşər Əsəd rejiminin devrilməsindən sonra Əhməd Əşşara ilə olan kontaktlar, qardaş Türkiyəmizin orada böyük zəfər qazanması Azərbaycanla paralel şəkildə xarici siyasətdə sinxronlaşdırılır və Suriyaya humanitar yardım göndərən dövlətlərdən ən birincili Azərbaycan olmuşdur və eləcə də Qəzza və Həmas-İsrail müharibəsindən sonra qurulan barış masasında da Azərbaycan lideri vardı, Misirin Şarm Şeyx şəhərində və bu onu demək əsas verir ki, artıq Azərbaycan nəinki Güney Qafqaz bölgəsində, eləcə də böyük coğrafi arealda sülhə, təhlükəsizliyə, barışa, əməkdaşlığa töhfə verir. Şübhəsiz ki, bizim zəfərimiz olmasaydı bütün bunlar olmazdı. Zəfərimiz olmasaydı bu konfrans da olmazdı. Çünki bizim konfransımız həm də konstitusiya və suverenlik ilinə həsr olunmuşdur. Və hər birinizə diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun ki, gəlmişsiniz. Çox sağ olun ki, araşdırmalarınızı, elmi nailiyyətlərinizi bizlə bölüşürsünüz. Var olasınız. Çox sağ olun.